Oleumun tərkibi necə ifadə edilir? Oleumu Fərid yaxşı bilir. Fərid necə? H2SO4-dən H2SO4 bəli, vurulsun, tutaq ki, X istəyirsən fərq edir. Bu oleumun oleum. İndi Fərid sən də yolumu deyərsən, birinci mən deyim. Deməli uşaqlar bizə deyir ki, oleum almaq üçün 200 qram 73% sulfat turşusu məhluluna nə qədər SO3 gəlmək lazımdır. 12%li oleum almaq üçün. Deməli yazıram, amma məhlul düsturundan istifadə edirəm. Omega bərabər 12% bərabərdir. 12 bərabərdir. M maddə bölünsün. M məhlul vur 100. Oleumda maddə rolunda bizdə nə iştirak edir uşaqlar? Oleumda maddə rolunda sulfat iştirak edir yoxsa SO3? Onu kükürt dərsində demişdik əslində. Oleumda SO3 həll olan maddədir. Bunu yadda saxlayaq. SO3 həll olan maddədir. Sulfat turşusu isə həll edici. Həll edici. İndi bizə deyir, deməli, nə qədər SO3 əlavə etmək var? Bilmirəm nə qədər SO3, bunu bir X qəbul edir. İndi 200 qram 73%li sulfat turşusu məhlulunda birinci tapaq görək nə qədər su var, nə qədər maddə var. Birinci onu tapaq. 200 qram 73%li sulfat turşusu məhlulunda nə qədər su var, uşaqlar, nə qədər maddə var? Kim deyər? 200-ün 73%-ni tapaq görək nə qədər edir? Orada suyu hesabında olur. Orada suyun miqdarı 54 qram yaşayır. Bəli, düz deyirsən. 200-ün 73%-ni tapanda 146 qram, deməli burada nə var uşaqlar? Turşu var. 200-dən 146-nı çıxırıq, 54 qramda burada nə var? 54 qramda burada su. Deməli, indi biz oleum alanda, biz bilirik də, sulfat turşusunu deməli, su ilə qarışdırıb orada. Deyir ki, bunun üçün nə qədər SO3 gəlmək lazımdır? Bizə sualda belə deyir. İzə bax. İndi biz bilirik ki, bu hissəni biz indi SO3 ilə qarışdıranda buradakı deməli su SO3 ilə nə edəcək uşaqlar? Reaksiya edəcək. Bizdə nə qədər su var? 54. 54 qram su. Normalda su 18-dir. 18 qram su nə qədər SO3 ilə reaksiya edir? 80. Çünki SO3-ün emiri verib burada sizə. Baxın, bu 80-dir, bu 18. 54 qram nə qədərlə girəcək uşaqlar? 3 dəfə çox, 240. Deməli, 240 SO3 ilə girəcək və bizi burada nə əmələ gətirəcək? Sulfat turşusu əmələ gətirəcək. H2SO4. H2SO4 də özü 98. İndi 240 bu, 54 bu. Onda nə qədər əmələ gələcək? 3-ə vurarsınız da, elə ki 3 dəfə çox. 294 qram buradan sulfat turşusu əmələ gələcək. 294. Bax, 294 sulfat bu reaksiyadan alındı. Bir də bizə başlanğıcda nə qədər turşu var idi? 146 qramda burada sulfat var idi. Onu da gəlirəm onun üstüne. Bu bizdə oldu sulfat turşusu. Söhbət oleumdan gedir axı. Oleumda da SO3 bilmirəm nə qədərdir. Sürətdə yazmışam X, burada da X. Bunu vururam 100-ə. Zəhmət olmasa bir dənə bu tənlikdən X-i tapın uşaqlar. Görün X burada neçə edir? Bir dənə buradan X-i tapın, zəhmət olmasa. Fərid, sən də deyərsən axırda yolu. Təvəssül. Uşaqlar bir dənə burada X-i tapın, görün X neçə edir? 60 müəllim. X eləyir 60. Deməli, burada 60. Bizə deyir nə qədər SO3 gəlməli. Bax, məsələn, siz səhv eləyib burada 60 yaza bilərsiniz. Əslində elə deyil. 60 qram SO3 burada bu hissədəki SO3-dür. Bir də biz sulfata çevirmək üçün burada 54 qram suya nə qədər SO3-dən istifadə elədik? 240. Olur 240 üzərinə gəlinsin 60. Burada nə qədər eləyir uşaqlar? Bir dənə baxın, hamı baxsın.